Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah, əziz dostlar. Hər vaxtınız xeyir olsun. Quranda Allah-şünaslıq bəhslərini edirik. Biz gəlib Ənbiya surəsinin 22-ci ayəsinə çatdıq. Bu ayə ilə Allah təbarək və təalanın uluhiyyətdə tövhidini isbat etməyə çalışırıq. Bəziləri bu qənaətdədirlər ki, bu ayə sadə bir məsələni izah etməyə çalışır. Bəzilərinə görə isə xeyr, dəqiq bir məsələni izah etməyə çalışır və biz dedik ki, nə fəlsəfi dəlil tam doğrudur, nə də o sadə deyilən dəlil. Əllamə Misbah Yəzdi ağaya görə bu ayə bu cür izah olunmalıdır. Yəni, belə izah olunsa daha məqsədə uyğundur. Ayə nəyi demək istəyir? Ayə əslində vahid bir nizama işarə etmək istəyir. Ayə buyurmaq istəyir ki, siz bu aləmə nəzər salsanız, görərsiniz ki, bu aləmə vahid bir nizam, intizam hakimdir. Baxmayaraq ki, müxtəlif varlıqlar var, amma bunlar heç də bir-birlərindən kənar deyirlər, uzaq deyirlər, bir-birlərindən əlaqəsiz deyirlər. Nümunə olaraq, adi bir dənə deyək, biz gedib əkin yerimizə buğda əkirik. Buğda dənəsini yerin altında yerləşdiririk, xüsusi vasitələrlə bu işi görürük. Buğda dənəsinin sümbülə çevrilməsi üçün müxtəlif şərtlər lazımdır. Məsələn, günəş düşməlidir, xüsusi bir mühit olmalıdır, ab-hava deyək və yağış yağmalıdır, ona su dəyməlidir, xüsusi heyvanlardan qorunmalıdır, quşlardan qorunmalıdır. Bunlar hamısı əl-ələ verir, bir dənə sümbül bu aləmdə deyək ərsəyə gəlir. Sümbülün ərsəyə gəlməsi bu şəraitlərə bağlıdır, bu şəraitlərin olmasına bağlıdır, bu maniyələrin aradan getməsinə bağlıdır. Sümbül özü də digər varlıqlardan əlaqəsiz deyil. Məsələn, sümbül çevrilir nəyə? Deyək ki, onu gedib un edirlər və onun vasitəsilə insanlar qidalanırlar, inkişaf edirlər cismin baxımından. Bunlar hamısı bir-birlərini tamamlayır. Bu aləmin hissələri bir-birini tamamlayır. Hamısına nəzər salsaq, bir-birləri ilə rabitələri var. Yəni, vahid bir nizam, intizam var bu aləmdə. Allah təbarək və təala da bu ayədə bu məsələyə işarə etmək istəyir ki, əgər bu aləmdə Allah təbarək və təaladan başqa ayrı bir Allah da olsaydı, gərək bu aləmdə olan bu nizam, intizam pozulaydı. Bu sistem pozulaydı. Vahid bir sistem ortada olmayaydı. İki dənə ən azı sistemli, baxır nə qədər bizim, deyək ki, Tanrımız var, Allahımız var. İki dənə, üç dənə sistem olmalıydı. Ayə ona işarə eləmək istəyir. Ləv kənə fihimə əlihətun, əgər göylərdə və yerdə Allahdan başqa Allah olsaydı, illallah ləfəsədətə, yəni bu. Əlbəttə, bu, yəni qısa izah idi. İstəyir, yəni bunu açaq. Necə əlaqələndirmək olar? Necə fəsada səbəb ola bilər bu? Təsəvvür edin ki, bizim iki dənə Allahımız var və biz deyirik ki, bu iki dənə Allah bu aləmin xəlq edənidir. Məlumdur ki, bunlar ayrı-ayrılıqda xəlq ediblər. Yəni, deyək ki, birinin müəyyən qədər məxluqu var, digərinin də müəyyən qədər. Və bunların arasında rabitə yoxdur təbii ki. Nə üçün? Əgər bu zəruri varlıq, yəni Allah təbarək və təala müəyyən bir məxluq xəlq edirsə, yaradırsa, o məxluqun varlığını bəxş etdiyi kimi, ona varlıq bəxş etdiyi kimi, onun ehtiyaclarını da ödəyir və ödəməlidir. Ümumiyyətlə, zəruri varlıqdır. Yəni, özünə vacib edib. Ona görə də, məsələn, uşaq dünyaya gəlməzdən öncə uşaq üçün bütün şəraitlər hazırdır. Məsələn, yemək onun üçün hazırdır, mühit,
xüsusi mühit, nəfəs alması üçün oksigen və digər məsələlər bu uşağın dünyaya gəlməsi üçün. Buradan məlumdur ki, 2 dənə Allah Təbarək və Teala bu aləmdə olsa, bunların ayrı-ayrı məxluqları olacaq və hərəsi də öz məxluqlarına varlıq bəxş etdiyi kimi onları idarə edəcək. Nizam-intizamı onlara qaydacaq. Biz isə, yəni ortada 2 dənə Allah olsa, yəni 2 dənə nizam-intizamla biz qarşılaşmalıyıq. 3 dənə Allah olsa, 3 dənə nizam-intizamla qarşılaşmalıyıq. Bir-birlərindən əlaqəsiz. Kimsə deyə bilər ki, nə eybi var ki, bu Allah xəlq eləsin, digər Allah bunun ehtiyacını ödəsin. Və ya məsələn, biraz o ehtiyacı ödəsin, biraz da bu ehtiyac olsun. Xeyr, zəruri varlıq əgər ehtiyacı olsa, öz məxluqlarının ehtiyacını ödəməkdə ayrı bir varlığa, o zaman zəruri varlıq deyil bu. Bu Allah deyil. Allahın mənası nədir? Allah, yəni bu məxluqları yaradan və onların bütün ehtiyaclarını ödəyən. Məlum olur ki, bunlar ayrı-ayrılıqda öz məxluqlarının ehtiyaclarını ödəməlidirlər. Və bu məxluqlar arasında, 2 qrup məxluqlar arasında heç bir rabitə də ola bilməz. Heç bir rabitədən söz geçə bilməz. O zaman biz 2 dənə nizamla qarşılaşmalıyıq, nizam-intizamla qarşılaşmalıyıq. Bu isə nəyin əksinədir? Bizim müşahidə etdiyimiz bu təcrübələrin əksinədir. Kimsə deyə bilər ki, hansı təcrübədən danışsan? Xüsusi bir təcrübəyə ehtiyac yoxdur. Nümunələri də dedik. Adi bir insan, əgər ətrafına baxsa, bu vahid nizam-intizamı müşahidə edə bilər. Burada bir məsələ qayıtdı. Ona da aydınlıq gətirək, daha sonra keçək digər mövzumuza. O məsələ də budur ki, biz burada sadəcə Allah Təbarək və Teala'nın Rəbb olduğunu isbat elədik, sübuta yetirdik. Yəni, biz dedik ki, bu aləmin 2 dənə idarə edəni olsa, bu aləmə 2 dənə nizam-intizam bəxş edən olsa, o zaman aləm fasid olar, fəsada çevrilər, dağlar, məhv olar. Amma ayə Rəbbdən söz açmır ki, ayə deyir ki, ləv kənə fihmə əlihətun, alihə yəni məbud, yəni ibadət olunan. Bəs necə ola bilər Rəbbi siz önə çəkirsiniz? Yəni sizin dəliliniz tam deyil. Baxın, biz əvvəl də danışmışdıq. Rububiyyətlə uluhiyyətin nəyi var? Rabitəsi var. Biz nə üçün Allah Təbarək və Teala'ya ibadət etməliyik? Dəlillərindən biri də rububiyyətdir. Çünki o bizim xaliqimizdir, xaliqiyyət də var və o bizim idarə edənimizdir, bizim bütün ehtiyacımızı ödəyəndir. Gərək onun qarşısında insan baş əyə, gərək onun qarşısında təzim edə, xuşu edə, xuzu edə. O bizim yaradan, xəliq edəndir. Həm xaliqiyyətdən sübut edirik bunu, o bizi idarə edəndir. İndi ki biz sübut elədik, bu aləmdə əgər 2 dənə Allah olsa, bu aləmin gərək 2 dənə Rəbbi ola. Məlum oldu ki, 2 dənə Rəbbi ola bilməz. O zaman, yəni 2 dənə Allah ola bilməz. 2 dənə ibadətə pərəstiş edilməyə layiq varlıq ola bilməz. Bununla da Allah Təbarək və Teala'nın ibadətdə tövhidini sübut etdik. Sadəcə burada qaldı ki, bu dəlil, yəni bu ortaya qoyulan bu oxunuş daha doğrusu, digər 2 oxunuşdan hansı cəhətlərdən fərqlənir? Bu oxunuşun üstünlüyü varmı? İnşallah növbəti dərsimizdə 3 dənə əsas üstünlüyə işarə edəcəyik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.